3 dekabr beynəlxalq əlilliyi olan şəxslər günüdür. Bildiyimiz kimi ölkəmizdə belə şəxslərə dövlət tərəfindən hər zaman qayğı, diqqət göstərilir. Onlara bərpa üçün müxtəlif şəraitlər yaradılır. Onların itirilmiş funksiyasının tam və yaxud qismən bərpası, onun gündəlik həyata adaptasiyası üçün dəstək, köməkçi vasitələrdən istifadə etdikləri üçün onlardan peşəkar səviyyədə istifadəsinin öyrənilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması və digər xəstəliklərin profilaktikası biz tərəfindən aparılır. Bu çətin yolda Respublika Diaqnostika Mərkəzinin Fizioterapiya Reabilitasiya şöbəsi sizə dəstək olmağa hazırdır.